insan əslində özü özünün düşmənidir. Biz ancaq özümüz özümüzə düşmənlik edirik, başqaları bizim üçün düşmən deyil. Bunu niyə görə deyirəm? İndi bu videoda açıqlayacağım bəzi məqamlar sizi də düşündürəcək və mənim nə qədər haqlı olduğumu müşahidə edəcəksiniz. Əks fikirlər də yarana bilər və bu fikirlərdə mənimlə bölüşməyinizi çox istəyərəm. Baxın, özünə sevgi anlayışı çox mürəkkəb bir anlayışdır və mən özüm də düşünürəm ki, tam şəkildə mənim özümə qarşı sevgim yoxdur. Bunu Carl Gustav Jung'un kölgə anlayışından izah edə bilərik. Hansı ki, Jung belə düşünür ki, insanın özünlə üzləşmək istəmədiyi, yəni kölgə tərəfləri var. Biz özümüzdə olan müsbət bildiyimiz xüsusiyyətləri qəbul edirik, təqdir edirik, görürük. Amma içimizdəki o kölgə tərəfimiz, hansı ki, hər bir insanda bu mövcuddur, onu görməzdən gəlirik. Bəzən o üzə çıxan zaman və yaxud da başqa insanlarda bizim kölgə tərəfimizi gördüyümüz zaman geri çəkilirik və yaxud da onu